Salam əziz tələbələr, hər birinizi xoş gördük. Mən məntiq müəllimi Dövran Cəfərov. Bu gün sizlərlə birlikdə hesab əmrləri mövzusunda misalların izahına diqqət yetirəcək. Hesab əmrləri isə ilk olaraq ağlımıza nə gəlir bizim? Toplama, çıxma, vurma və təbii ki, bölmə. Təbii ki, biz də elə bu 4 əməliyyat üzərindən misalların izahına diqqət yetirəcək. Vaxt itirmədən birinci sualdan başlayaq. Birinci sualda baxın, i ilə elin cəmi bərabərdir 7-yə. El ilə i-nin cəmi bərabərdir 7-yə. Bu zaman i ilə elin cəmi bərabər olacaq 7-yə. Cavabımız oldu B variantı. Keçdik ikinci suala. İkinci sualda 9-dan 5-in cəmi bərabər olur 14-ə. 4 yazırıq, 1 yadda. 1-dən 5-in cəmi edir neçə? 6. 6-ın üzərinə mən 6 gələrəm ki, 12 yazam, 1 yadda qalsın. A-nın qiyməti oldu 6. 1-dən 6-ın cəmi 7, üzərinə 7 gəlirəm, edir neçə? 14. Baxın, B-nin qiyməti oldu 4, A-nın qiyməti oldu 6. C-nin qiyməti isə 1. 6 ilə 4-ün cəmi 10. Onu da 1-ə vurduqda bərabər olur 10-a. Cavabımız olur C variantı. İndi keçdik 3-cü suala. 3-cü sualda baxın, A ilə C-nin cəmi bərabərdir 8-ə. Əla. A ilə C-nin cəminə yazıram 8. İndi baxın, B ilə B-nin cəmini isə verib bizə 8 verib. Həmin dəqiqə ağlınıza gəlir ki, B-nin yerinə 4 yazaq. B-nin yerinə 4 yazsaq, baxın, buradakı B-də 4 olur da. Bayaq dedim ki, A ilə C-nin cəmi 8-ə bərabərdir. Burada necə ola bilər ki, A ilə C-nin cəmi 4-ə bərabər olsun? Yəni, onda deyirəm ki, B-nin qiyməti 4 olmasın. Bəs biz 8-i necə alarıq? Təbii ki, 8-i almaq üçün B-nin yerinə mən 9 qoya bilərəm. 9-dan 9-un cəmi 18 edir. 8 yazaram, 1 yadda. A ilə C-nin cəmi 8 idi, 1 də yadda. B oldu yenə 9. B-nin qiyməti demək nəymiş? 9 imiş. 9-dan da 8-in cəmi bərabər olur 17-yə. Cavabımız oldu A variantı. İndi isə keçdik bir neçə qaydaların izahına. Misal üçün 6-cı sual. 6-cı sualı həll etməmişdən əvvəl kənardan bəsit bir toplama əməliyyatı yerinə yetirim. Misal üçün yazım 4, üzərinə gəlsin 6, üzərinə gəlsin 8. Bərabər neçəyə? 18-ə. Qeyd etdim elə. İndi buradan çox sayda bir qayda çıxaracam və bütün misallar üçün keçərlidir. Deyəcəm, baxın, bu 8-in özünün olduğu kimi aşağı düşməsinin səbəbi 4 və 6-nın cəminin nə olmasıdır? 10 olmasıdır. Hətta başqa birini yoxlayaq. Misal üçün 3, 7 və 5-in cəmi neçə verir bizə? 15 verir. Deyirəm ki, 5-in olduğu kimi aşağı düşməsinin səbəbi 3 və 7-nin cəminin neçə olmasıdır? 10 olmasıdır. Bu bir qaydadır. İndi həmin qaydanı biz təbii ki, sol tərəfə tətbiq edəcək. Baxın, LK M-in cəmi L verib. L-in olduğu kimi aşağı düşməsinin səbəbi K ilə M-in cəminin neçə olması olacaq? 10 olması olacaq. Hətta bu hissəni silim, buradan yazım. K üzərinə gəlsin M bərabərdir 10-a. Qeyd etdik. İndi L yazırıq, 1 yadda düşür. İndi baxın, ikinci sırada eyni qaydada K olduğu kimi aşağı düşübsə, bu zaman baxın M, L və 1-in cəmi neçə olacaq? 10 olacaq. Yazıram. M üzərinə gəlsin L, üzərinə gəlsin 1. Bərabər neçəyə? 10-a. Baxın, K yazırıq 1 yadda. Həminki 1 yadda da bizim M-in qiymətidir. İndi M-in qiyməti 1-dirsə, bu zaman K-nın qiyməti neçə olacaq? 9 olacaq. Çünki 1-dən 9-un cəmi bizə 10 verməlidir. K-nın qiyməti oldu 9. M-in qiyməti neçə idi? 1 idi. Baxın, 1 ilə 1-in cəmi edir 2. 2-nin də üzərinə 8 gəlsəm, onu alaram. L-in də qiyməti olur 8. 19-dan da 18-in cəmi bərabər olur 37-yə. Qaydanı başa düşdüksə, buna uyğun bir dənə də sual həll edək. Misal üçün 9-cu sual. Yenə eyni qaydada deyəcəm, B olduğu kimi aşağı düşübsə, bu zaman A üzərinə gəlsin A, üzərinə gəlsin B bərabərdir 10-a. Yazıram buradan. A üzərinə gəlsin A, üzərinə gəlsin B bərabərdir 10-a. Baxın, B yazıram 1 yadda. İkinci sırada buradakı yenə B olduğu kimi aşağı düşübsə, bu zaman deyirəm 1, 2, 3. 3A üzərinə gəlsin 1 bərabərdir 10-a. Qeyd edək, 3A üzərinə gəlsin 1 bərabərdir 10-a. Buradan biz A-nın qiymətini tapa bilərik. 3A bərabər olar 9A, A da bərabərdir 3-ə. A-nın qiyməti oldu 3. Gətirəm A-ların yerinə yazıram 3. 3-dən 3-ün cəmi neçədir bizdə? Baxın, 6 edir. Onda B-nin qiyməti olur 4. Elə bizdən B-nin qiymətini istəyir. B bərabərdir 4-ə. Cavabımız oldu D variantı.
Ümid edirəm ki, qayda yaddan çıxmaz. Qayda çox bəsitdir. İstənilən vaxt deyək ki, situasiyada bunu siz xatırlaya bilərsiniz. Necə? Yazarsınız misal üçün 2, 8, 5. Cəmi neçədir? 15. Deyərsiniz ki, 5 olduğu aşağı düşürsə, bu zaman 2 ilə 8-in cəmi bərabərdir 10-a. Всё, belə. İndi isə keçid edək yeni tip sualın izahına. Misal üçün 10-cu suala. 10-cu suala keçid etməmişdən əvvəl biz bir mərtəbələr necə həll olunur, mərtəbələr necə tapılır, onu aydınlaşdıraq, sonra 10-cu sualı həll edək. Misal üçün bizdə burada KLM 3 rəqəmli ədəddir elə. Buradan yazıram KLM. Təbii ki, KLM-in bir açılışı var. Necədir açılışı? 100K üzərinə gəlsin 10L üzərinə gəlsin M. Təbii ki, siz bunu orta məktəbdən bilirsiniz. Yəni ki, bu açılışı bilirsiniz. Misal üçün 567 yazsam, deyəsiniz ki, 100 vurulsun 5, üzərinə gəlsin 10 vurulsun 6, üzərinə gəlsin 7. Baxın, 567. Yəni, siz bu hissəni bilirsiniz. Sadəcə mərtəbələri ayırmasın. İndi geriyə nə qalır? Bunu sol tərəfdə tətbiq etmək qalır. Silək buranı və sol tərəfdə başlayaq bunu tətbiq etməyə. Baxın, bizim 100K-mız var, 10K-mız var və K-mız var. Bu üçünün cəmi bizdə 111K edər. Sonra keçirəm M-lərə. 111M. Yəni 111K üzərinə gəlsin isə 111M. Bir də bizim əlimizdə nə var? 111L var. Bir də buradan yazıram 111L. Bu üçün cəmi bizdə bərabər nəyə? 1998-ə. Yəni üçün cəmi bərabər olur 1998-ə. Buradan 111-ləri çıxarsaq əgər, L üzərinə gəlsin K üzərinə gəlsin M bərabər olur 1998-ə. Bunu qeyd etdik. İndi alıram buradan L üzərinə gəlsin K üzərinə gəlsin M də bərabərdir 1998 bölünsün 11. Yəni 18-ə. Yəni mərtəbələr ayırdıq və K, L, M-in cəmini tapdıq 18-dir. Amma bundan sonra təbii ki, bu qədər prosesə, bu qədər əziyyətə getməyə ehtiyac yoxdur. Nə edərsiniz? Deyərsiniz ki, əgər 111K, 111M, 111L varsa, bu zaman K, L, M-in cəmi birbaşa bərabərdir. İlk və son rəqəmdən yaranan ədədə. Yəni 18-ə. Baxın, 18-i buradan da alırıq, buradan da alırıq. K, L, M-in cəmi neçə oldu? 18 oldu. İndi K, L, M-in cəmi nəyə bərabərdir bizdə? M-ə. Götürəm burada K və L-in yerinə yazıram M. M üzərinə gəlsin M bərabərdir 18-ə. M də bərabər olur 9-a. Cavabımız oldu B variantı. İndi bunun eynisini 11-ci suala tətbiq edək. Baxın, 111K, 111L, 111M-imiz var. Onda deyəcəm ki, K üzərinə gəlsin L, üzərinə gəlsin M bərabərdir ilk və son rəqəmdən yaranan ədədə, yəni 14-ə. Bunu qeyd etdik. K ilə L-in cəmi neçədir bizdə? M-dir. Götürəm K və L-in yerinə yazıram M. Yəni M üzərinə gəlsin M bərabərdir 14-ə. 2M 14-dürsə M də bərabər olar 7-yə. Cavabımız olur A variantı. Təbii ki, bu sadəcə baxın 111-də ödəmir. Bu 1111-də də belədir, 11-də də belədir. Yəni bu tipli 1111, 111, 11 gördüksə, ilk və son rəqəmi götürəsiniz. Neçədən hərf veribsə, onun cəminə bərabər edəcəksiniz. Gəlin onda bir neçədən ona aid sual həll edək. Misal üçün 21-ci sual. Baxın 11A, 11C, 11B varsa, bu zaman deyəsiniz A üzərinə gəlsin B, üzərinə gəlsin C bərabərdir. İlk və son rəqəmə, yəni 12-yə. Bunu artıq siz qayda olaraq əzbərləyin. Çünki qəbulda işinizi kifayət qədər asanlaşdıracaq. Yəni vaxt itkisinin qarşısında kifayət qədər alacaq bu. İndi sağ tərəfdə bizə nə verib? C üzərinə gəlsin B, üzərinə gəlsin B bərabərdir 11. Yazıram. C üzərinə gəlsin B, üzərinə gəlsin B bərabərdir 11. Qeyd etdik. Bizdən açıq B-ni istəyir. Biz də burada 2 dənə tənlik almışıq. Tənlikləri biz tərəf-tərəfə çıxa bilərik, tərəf-tərəfə toplaya bilərik, əvəz edə bilərik. Açıq B-ni istəyirsə, baxıram ki, mən burada tərəf-tərəfə çıxsam açıq B-ni alıram. Necə? Tərəf-tərəfə çıxsam, baxın B-lər gedir, C-lər gedir. Geriyə nə qalır? Açıq B qalır. O da bərabər olur 12-11, yəni 1-ə. Cavabımız olur C variantı. Buna aid bir dənə də sual işləyək. Baxım görüm var. Ona aid sual. 17-ci sual. Baxın, bizdən I, S, L-in cəmini istəyir elə birbaşa. Baxın, 111I, 111L və 111S. O zaman deyirəm ki, I, S, L-in cəmi bərabər olacaq ilk və son rəqəmə. Yəni 14.
Cavabımız oldu C variantı. Məncə 111 artıq siz başa düşdünüz. 111-i başa düşdünüzsə, gəlin onda biz 22, 222, 2222-dən də yazalım. Daha aydın olsun və həmçinin yadda qalan olsun. Baxın, indi bizim əlimizdə 10A və 10A var. İkisinin bir yerdə cəmlisidir 20A. Təşkillərdə isə 3 dənə A'mız var. Yəni bunların cəmlisidir 22A-dır. Yazıram 22A. Üzərinə gəlsin. İndi B'lərə baxın. 10, 10, 20B, 2 dənə də B burada. Cəmlər neçədir? 22B. 22A üzərinə gəlsin 22B. Bərabər olur nəyə? 154-ə. 154-ə. 22-ni çıxarsaq, A üzərinə gəlsin B, bərabər olur nəyə? 154-ə. A üzərinə gəlsin B də bərabərdir 154 bölünsün 22, yəni 7-yə. Belə uzun uzatlı yazdıq elə. Bundan sonra deyəsiniz, əgər 22A, 22B varsa, bu zaman ilk və son rəqəmi götürürsünüz, son 4-ü bölürsünüz 2-yə. Deyirsiniz ki, A üzərinə gəlsin B bərabərdir 14 bölünsün 2, yəni 7-yə. A ilə B-nin cəmlisi oldu, bizdə 7 oldu. Baxın, buradan da alırıq, buradan da alırıq. Nəsə bir fərq oldu? Fərqi sadəcə oldu ki, burada daha az vaxt sərf etdik. Yaxşımı? İndi bizdən nə istəyir? AB, AB cəmini istəyir. A ilə B-nin cəmi 7, A ilə B-nin cəmi 7. Cavabımız olur 77, yəni B variantı. İndi 24-cü suala baxaq. Bizdə var 22K, sonra 22M və 22L. Yenə 22 qaydasına əsasən yazacağım K üzərinə gəlsin M, üzərinə gəlsin L bərabərdir. İlk və son rəqəm olan 26-nın yarısına. 26 bölü 2, yəni 13-ə. K, M, L-in cəmlisi oldu bizdə 13 oldu. Bizdən K, M, L ədədini istəyir. Bu elə bir ədəddir ki, rəqəmlər cəmi 13-ə bərabərdir. Cavab variantında rəqəmlər cəmi 13-ə bərabər olan bir ədəd axtaracağım. O da bizdə uyğun gəlir Y variantından 436-ya. Cavabımız olur Y variantı. İndi keçək başlarda bir neçə də suala baxaq. O təbii ki 22 üçün keçərlidir. 22 üçün keçərli olan qayda 222 və 2222 üstündə keçərlidir. Yaxşımı? Bunu yadda saxlayırsınız. Misal üçün burada bizim nəyimiz var? 2222 A'mız var. Və eyni ilə 2222 B'miz var. 2222, 222, 22 olanı nə demişdik? İlk və son rəqəmi götürdük. Nəsidir? 14. Bölür 2-yə. Bərabər olur 7-yə. Deyir ki, A ilə B-nin cəmi bərabərdir 7-yə. Bizdən də onu istəyir. Cavabımız olur C variantı. Bu da ikinci qayda. İndi test edək. Bəzi, misal üçün 14 test, sürətli formatda test bazarı həll edək. 11A, 11B, 11C. Onda A, B, C'nin cəmi buradan yazıram. A üzərinə gəlsin B, üzərinə gəlsin C'nin cəmi neçə olacaq? 18 olacaq. Bu isə siz bilirsiniz. Görürsünüz, sürətli formatda yazırıq. İndi baxın. Burada B ilə C'nin cəmi neçə verib bizə? 9 verib. Təbii ki, bu 19 deyil. Bu 9 normal. Çünki B ilə C'yə maksimal qiymətləri qoysaq 9 və 8 cəmi 17-dir. Yəni 19-a gedib çatmır da. O zaman B ilə C'nin cəmi niyə məcbur edək ki 19 olsun? Yəni normal 9-dur. B ilə C'nin cəmi neçə oldu? 9 oldu. Onda avtomatik A'nın qiyməti burada 9 olur. Çünki 9 ilə 9-un cəmi 18 etməlidir. A'nın qiyməti oldu 9. 9-un üzərinə 4 gəlsə siz 13 alarsınız. Baxın 4 ilə 4-ün cəmi 8-i verər. 4-ün üzərinə 5 gəlməlisiniz ki 9 alarsınız. Yəni B'nin qiyməti olur 4, C'nin qiyməti olur 5. Bizdən nə istəyir? Bizdən istəyir 4 vurulsun 9, çıxılsın 5-i. 4-ü 9-a vurursunuz 36, 5 çıxırsınız 31. Cavabımız olur D variantı. 15-ci suala baxın. Artıq qayda işə yaramır. Normal toplama əməliyyatdır. Baxın, üstdən C'nin cəmi 1-ə yox, amma 21-ə bərabər ola bilər. 21-i isə böldükdə neçə düşür? 7 düşür. Onda deyir ki, C'lərin qiyməti olsun 7. 7, 7, 7. Cəmi neçə oldu? 21 oldu. 1 yazırıq, 2 adda. B'lərə avtomatik düşür 2. 2 ilə 2-nin cəmi 4, üzərində 2 gəlirik, 6. A'nın da qiyməti olur 4. C çıxılsın B-ni istəyir. 7-dən 2-sini çıxıram, bərabər olur 5-ə. Keç edək 16-cı suala. 16-da baxın 1, 2, 3, 4. 4 dənə n var elə. 4 n-in cəmi ya 12 olacaq, ya da 32 olacaq. 12 olması üçün n-in qiyməti 3-ə bərabər olmalıdır. 32 olması üçün isə n-in qiyməti 8-ə bərabər olmalıdır. Yəni 4 dəfə üçün 12 edir, 4 dəfə 8-in 32 edir. İlk olaraq biz götürək 12-ni yoxlayaq. N-in yəni qiymətini 3 yoxlayaq.
Alınsa deyəcək ki, bu 8 olmaz. Yəni ki, 8 lazım deyil. Yəni 32 də lazım deyil. Amma n 3 alınmasa bu zaman n-in yerinə 8 qoymalıyıq. Yaxşımı? İlk olaraq onda 3-dən başlayaq. N-lərin yerinə 3 yazırıq. 3. 4 dənə 3-ün cəmi neçədir? 12. 2 yazırıq, 1 yadda. Baxın, 1-dən 5-in çıxanda nə qalır? 4 qalır. Onda 3 dənə m-in cəmi 4 yox, 24 verir. 24 olması üçün də m-lər neçə olacaq? Baxın, 8 olacaq. 8, 8, 8. 3 dənə 8-in cəmi 24, 1 də yadda 25. 5 yazıram, 2 yadda. 2 olduğu kimi aşağı düşübsə, yaxşı qaydaya əsasən bu 2 k-nın cəmi neçə olmalıdır? 10 olmalıdır. Onda k-ların yerinə 5 yazıram. 5-dən 5-in cəmi 10, üzərinə 2 gəlirik, 12, 2 yazıram, 1 yadda. L-in də qiyməti olur 4. 4-dən 1-in cəmi bərabər olsun 5-ə. L oldu 4, K oldu 5. 4-dən 5-in cəmi bərabərdir 9-a. Cavabımız olur D variantı. Sonra buna uyğun bir dənə də sual işləyək. Misal üçün 19-cu suala baxaq elə. 19-cu sual açılıb da elə buna da baxaq. Baxın, 3 dənə B-nin cəmi 9 verib. Bu zaman B məntiqə neçə olacaq? 3 olacaq. 3. Cəmi neçədir? 9 edir. Baxın, A olduğu kimi aşağı enibsə, onda bu 2A-nın cəmi neçədir? 2A-nın cəmi 10-dur. A da bərabər olur 5-ə. İndi götürək A-ların yerinə 5 qoyaq ki, həqiqətən ödəyir. 5. Cəmi neçədir? 15. 5 yazırıq, 1 yad. Həmişə 1 yad ilə düşür qabağa. A-nın qiyməti oldu 5, B-nin qiyməti oldu 3. 5-i 3-ə vursuz, bərabər olur 15. Bu bizdə toplama hissəsi. İndi isə kəs edək vurma hissəsini. Daha doğrusu çıxma hissəsinə. 34-dən başlayaq. ABC-dən CB-A-nı çıxır. Yəni 3 rəqəmli ədədin özündən tərsini çıxır. Ona kənardan avtomatik mən 3 rəqəmli bir ədəd yazım. 641. Bundan tərsini çıxaq, yəni 146-sını. Görək neçə qalır? 1-dən 11-dən 6-sını çıxanda 5, 9, 4. 495 qaldı. Hətta birini də yazaq. 921 olsun. 921-dən çıxaq 129-un. 11-dən 9 çıxanda 2, 9 və 7. 792 aldıq. Bunu silək 7 deyək. 792. 2 dənə hesablama əməliyyatı apardıq elə biz. Baxın, buradan nə nəticə gəlirəm? Baxın, hər ikisində kənarların cəmi 9-a bərabərdir. Orta isə 9-a bərabərdir. Demək bu istənilən 3 rəqəmli ədəd üçün keçərlidir. Kənarların cəmi 9, orta 9. Yəni özündən tərsini çıxanda. İndi ABC-dən CB-A-nı çıxıb, baxın yenə eyni qaydada kənarların cəmi 9 edib, orta onda F neçə olacaq? 9 olacaq. Qeyd edirik. Keçidək 35-ci suala. 35-ci sualda. Baxın yenə KLM-lə MLK-nı çıxıb. Yəni ki, 3 rəqəmli ədədin özündən tərsini çıxıb, avtomatik N olur 9 yazıq. Bizə nə istəyir? K çıxıb M istəyir. K çıxıb M-i görən kimi siz nə edirsiniz? Deyirsiniz ki, 5 dələ. Təbii ki, yanılırsınız. Niyə? Çünki yuxarı hissədə baxın. Biz yuxarı hissədə. 6-dan 1 çıxanda normalda 5 qalır da. Amma neçə yazmışıq? 4 yazmışıq. 9-dan 1 çıxanda normalda 8 qalır. Amma neçə yazmışıq? 7 yazmışıq. Niyə yazmışıq? Çünki çıxma əməliyyatında 6-dan 1 götürmüşdük, sağ tərəfə vermişdik. 9-dan da 1 götürüb sağ tərəfə vermişdik. Bu zaman onda K-dan M-in çıxanda normalda neçə qalmalıdır? 6 qalmalıdır. Amma K-dan 1 götürdüyümüz üçün burada 5 qaldı. İndi bizdən K çıx M-i istədiyimiz üçün normal qaydası olaraq biz K çıx M-i neçə götürəcəyik? 6 götürəcəyik. Yəni cavabımız olacaq A variantı. İndi isə keçdik 36-cı suala. Baxın, 10A-dan A-nı çıxanda nə qalır 7-yə? 9A. 10C-dən C-ni çıxanda qalır 9C. Yəni 9A çıxılsın 9C bərabərdir B-D-yə. Bunu qeyd etdik. 9-u mörtəzənin xaricinə çıxarsaq, A çıx C bərabər olur B-D-yə. Bunu da qeyd etdik. Baxın, A-nın qiyməti bizdə C üstəgəl 2-dir. Yazıram. 9 vurulsun. C üstəgəlsin 2, çıxsın C bərabərdir B-D-yə. Yəni A-nın yerinə C üstəgəl 2 qoyduq. C-lər ixtisar gedir. Geriyə nə qalır? 9 vurulsun 2. Yəni 18 bərabərdir B-D-yə. Bizdən B-D-ni istəyir. Deyir ki, B-D bərabərdir 18. Cavabımız olur C variantı. 37-ni yazaq. Baxın, 37-də 10A çıxılsın. 10B-dən B-nin çıxanı nə qalır? 9B. Çıxılsın C. Bərabərdir. Nəyə? 10 üzərinə gəlsin A-ya. Deyəsiniz ki, bunu niyə belə yazırıq? Misal üçün burada bu 10 üzərinə gəlsin A-ya bərabərdir. Hətta isbat da edə bilərəm. Burada tutalım 17 olsa, 17-ni biz 10 üstə gəlsin 7 kimi yaza bilərik də. Ya burada 17 olmuş, ya da 1C olmuş. Yəni C-nin yerində 7 olmuş. Nə fərq edir ki? Ona görə götürüb biz
bir A-nı 10 üstəgəlsin A kimi göstərir. Nəticə etibarilə belə bir tənlik aldıq. Elə A-nı bərabərliyin sol tərəfinə keçirsək, 10 A-dan A-nı çıxıram, qalır 9A. Çıxılsın 9B. Bərabərliyin sağ tərəfinə C-ni keçirsək, nə alırıq? 10 üzərinə gəlsin C alırıq. Bu hissəsini siz yaza bilərsiniz təbii ki. Geriyə nə qalır? A çıx B-nin yerinə 2 qoymaq qalır. 9-u çıxarsam mötərizənin xaricinə A çıx B bərabərdir 10 üstəgəlsin C. A çıx B bizə nəyə bərabər oldu? 2-yə. 9 vurulsun 2 bərabərdir 10 üstəgəlsin C-yə. 18 bərabərdir 10 üzərinə gəlsin C-yə. C də bərabər olur 8-ə. Cavabımız oldu D variantı. Keçirik 40-cı suala. AB-dən BA-nı çıxıb. Yəni 2 rəqəmli ədədin özündən tərsini çıxıb. Bir də 2 rəqəmli ədəd yazdım. Misalsın 41. 41-dən 14-ünü çıxıram. Geriyə nə qalır? 27 qalır. İndi bizdən nə istəyir? CD üzərinə gəlsin DC. Yəni ki 27-nin üzərinə gəlin tərsi 72-si. Bərabər olur 99. Cavabımız nə oldu? Y variantı oldu. Təbii ki 41 14 yox. Bunun yerinə 62 çıxılsın 26-da yaza bilərsiniz. 62-dən 26-sını çıxanda nə qalır geriyə? 12-dən 6-sını çıxanda 6, 36. 36-nın üzərinə biz 63 tərsini gəlsək 99 alarıq. Yəni bütün ədədlər üçün bu ödəyir. Cavabımız olur Y variantı. 41-ci suala baxaq. Çox maraqlı bir sualdır. Baxın 100A-dan A-nı çıxanda geriyə nə qalır? 99A. Sonra 100B-dən 10B-ni çıxanda qalır 90B. 10C-dən də C-ni çıxsaq qalır 9C. Bərabərdir 207. Bunu yazdıq. Təbii ki biz buradan 9-un mötərizənin xaricinə çıxara bilərik. Çıxarsaq nə qalır geriyə? 11A çıxılsın 10B çıxılsın C. Bərabərdir 207. 11A çıxılsın 10B çıxılsın C. Bərabərdir 207 bölünsün 9. Yəni 23-ə. Bunu qeyd etdik. İndi biz burada müəyyən bir qruplaşdırma aparaq. Yazaq 11A çıxılsın 10B üstəgəlsin C. Yəni 10B üzərinə gəlsin C-ni mötərizənin xaricinə keçirəndə avtomatik işarələr dəyişir. Bərabərdir 23-ə. Baxın biz buradakı 11A-nı 10A üzərinə gəlsin A kimi göstərə bilərik. Yəni ki A və A kimi göstərə bilərik. Digər tərəf isə 10B üstəgəlsin C-ni isə biz BC kimi göstərə bilərik. Yəni A-dan çıxanda BC-ni bərabər olur 23-ə. Bizdən nə istəyir? A çıxılsın BC-ni. Yəni qiymətimiz oldu B variantı 23. Keçdik 42-ci suala. 42-də. Baxın sağ tərəf çox sadədir. Onda sağ tərəfi ilk olaraq həll edək. 10 A-dan A-nı çıxırıq. 9A çıxılsın. 10 edən N-i çıxanda 9E. Bərabərdir 36-ya. Buradan 9-un mötərizənin xaricinə çıxarsa A çıx Y bərabərdir 36-ya. A çıx Y də bərabər olur 36 bölünsün 9. Yəni 4-ə. A çıx Y nə oldu bizdə? 4 oldu. Buradan yazıram. A çıx Y bərabərdir 4-ə. İndi buradan silək. Keçirik indi birinci hissəyə. Baxın, buradakı A yüzlük mərtəbəsindəki A-dır. B də onun kimi yüzlük mərtəbəsindəki B-dir. Normalda A-dan B-ni çıxıbsa, biz məntiqən deyərik ki, A böyükdür B. Yəni bunu deyə bilərik. Çünki A B-dən böyük olmasa, Y-nin qabağında bir mənfi olardı da. Mənfi yoxsa A B-dən böyükdür. Yəni məntiqli olan hissəsi budur. A-dan B-ni çıxıb C qalıb. Sonra B-dən A-nı çıxıb. B-dən A çıxılmır axı. Onda nə edərik biz? Əvvəldən 1 götürərik. İndi 10B-dən A-nı çıxıb F qalıb, belə. İndi buradan Y-ni almaq üçün biz A çıx 1-dən B-ni çıxmışıq. Yaxşımı? Nə etmişik? A çıx 1-dən B-ni çıxmışıq. Y-ni almışıq. Əsas məsələ baxın buydu. A-nın B-dən böyük olması idi. Bir də A çıx 1-dən B-nin çıxılması idi ki, bərabər olur Y-yə. Buradan indi biz bu hissəni A çıx Y-yə gətirə bilərik. Yazarıq A çıx Y bərabərdir 1 üzərinə gəlsin B-yə. A çıx Y-nin qiymətli hissədir bizdə 4-dür. Onda götürürəm A çıx Y-nin yerinə yazıram 4. 4 bərabərdir 1 üzərinə gəlsin B-yə. B də bərabər olur neçəyə? 3-ə. Yəni cavabımız olur C variantı. Əsas məsələ nə oldu? Yenə vurğulayım. A çıx Y-nin 4 olduğunu tapmışdıq. Demişdim ki, yüzlük mərtəbəsindəki A, yüzlük mərtəbəsindəki B-dən böyükdür. Sonra normal çıxmanı yerinə yetirmişdim. Yazdım ki, A çıx B bərabərdir C-yə. B-dən A çıxa bilmirik deyə. Birinci tərəfdən 1 götürürük. B-dən A çıxır. F qalır.
Sonra isə A çıxıq 1-dən biz B-ni çıxıb Y-ni almışıq ki, bu hissiyədə onu qeyd etdim. A çıxıq 1 çıxılsın B bərabərdir E. Əlimizdə A çıxıq Y bərabər 4 var idi. Dedim həm iki hissəni gətirim A çıxıq Y-yə. A çıxıq Y də bərabər olur 1 üstə gəlsin B-yə. A çıxıq Y-nin yerinə 4 yazıram. 4 bərabər olur 1 üzərin gəlsin B-yə. B də bərabər olur neçəyə? 3-ə. Bu bizdə hesab əməllərindən toplama və çıxma hissəsi. Gələn videomuzda təbii ki, vurma və bölmə hissəsinə toxunacağım. Gələn videolarda görüşmək üzrə. Özünüzə yaxşı baxın. Sağ olun. Belə.